Bu qədər buruq və zədəli saç necə düzləşəcək? Homotokyo ilə nəticəyə baxın. Bu saçın düz və parlaq olmağına inanmaq çətindir, elə deyil? Amma burada əsas məsələ saçın düzləşməsi deyil, düzgün məhsulu saçın ehtiyacına uyğun seçməkdir. Bu işdə Homotokyonun 4 fərqli məhsulundan istifadə etdim. Haşbrush, kollagen, kofepromon və Bepsi plastika. Bunların hər biri fərqli saç ehtiyacına yönəlib və məhsul seçimi saçın strukturuna görə edilməlidir. Haşbrush daha güclü və intizamlı düzləşmə istəyən saçlarda seçilir. Kollagen saçın daha yumşaq və baxımlı görünüşünə fokuslanır. Kofepromon isə həm düzləşmə, həm də saçın daha parlaq görünməsi üçün istifadə olunan variantlardan biridir. Bepsi plastika isə saçın ehtiyacına uyğun professional prosedurlarda istifadə olunur. Və bu da nəticəmiz. Buruq saçdan daha hamar, parlaq və səliqəli görünüşə. Amma unutmayın, keratində nəticəni yalnız məhsul yox, saçın düzgün analiz edilməsi və ustanın texnikası müəyyən edir.